61'dən sonraki olan sualları izah edim. Deməli 60-ın da cavabını aldıq. 5-də 3 oldu. Baxaq ardına. 61 nömrəli sual. Bundan demişik, yenə də deyək. Matrisi öz-özünə vurmaq lazımdır. Matrisin kvadratı odur ki, matrisi öz-özünə vurursunuz. Və matrisə vuranda 2 vur 2 ölçülü matris olduğuna görə hasil matrisiniz də 2 vur 2 ölçülü olacaq. Birinci elementi tapanda birinci sətri birinci sütun elementlərinə vurub toplayarlar. 1 eləyəcək. Birinci sətr ikinci sütunu tapanda birinci sətri ikinci sütun elementlərinə vurub toplayarlar. Bu 2 olur. İkinci sətr birinci elementi tapanda ikinci sətri birinci sütuna vurub toplayıram. 1 0 0 1 0 oldu. Və nəhayət ikinci sətr ikinci sütun. İkinci sətr ikinci sütun. O da 1 elədi. 1 2 0 1 1 2 0 1 cavabımız düzdür. Yenə də eyni sual a kvadratı matrisi öz-özünə vuracaqsınız. Matrisi öz-özünə vururuq və sonra matrisi 2-yə vurub toplayırıq. 1 mənfi 1 mənfi 1 müsbət 1-i vururam öz-özünə. Mənfi 1 müsbət 1 və bir də matrisi 2-yə vurmaq. Matrisə də vurmaq onun bütün elementlərinə də vurmaq deməkdir. Ona görə 2 mənfi 2 mənfi 2 və 2. Belə bir matris alınır. Gəlin burada vaxt keçməsin deyə mən yenə də bir dənə element tapmaq istəyirəm. Birinci elementi tapmaq istəyirəm. A1-1-i tapıram burada. Bunun üçün birinci sətri birinci sütuna vurub toplayarlar. 1-i 1-ə vuranda müsbət 1, mənfi 1-i mənfi 1-ə vuranda o da müsbət 1. Müsbət 1-nə də müsbət 1-i toplayanda 2 elədi. Deməli, bizim bu axtardığımız matrisdə cəm elementi, birinci element nə olacaq? A1-1 ilə bu 2-nin cəmi. Yəni, mənim birinci elementim 4 olmalıdır. 4 ilə də ki, burada başlayan bir neçə variant var. Ona görə də yaxşı, gəlin başqa bir element də tapım. Məsələn, tapıram A1-2-ni. A1-2-ni də tapmaq üçün birinci sətri bu zaman ikinci sütuna vurub toplayıram. 1-i mənfi 1-ə vuranda mənfi 1, mənfi 1-i müsbət 1-ə vuranda o da mənfi 1 və mənfi 1-ləri toplayanda mənfi 2 elədi. Deməli, birinci sətr ikinci sütun. Birinci sətr ikinci sütun elementi mənfi 1 oldu, mənfi 2 oldu. 2A-nın da birinci sətr ikinci sütun elementi mənfi 2 idi. Mənfi 2 ilə də mənfi 2-ni toplayanda cavab elədi mənfi 4. Bu bizim birinci sətrimiz. 4 mənfi 4 neçə variantda var? 4 mənfi 4 2 variantda var. Hətta 3 variantda var. Baxın, görün burada fərqli olan nədir? 4 mənfi 4. 4 mənfi 4, 4 mənfi 4. Burada fərqli olan A2-1 elementidir. A2-1 elementi. A2-1 elementini tapım. İkinci sətri birinci sütuna vururuq. İkinci sətri birinci sütuna. İkinci sətri birinci sütuna vurub toplayıram. Mənfi 1, bu da mənfi 1, mənfi 2 elədi. Mənfi 2-nin üzərinə nə gəlirəm? Mənfi 2 gəlirəm, o da eləyir mənfi 4. Burada dayanan elementim mənfi 4-dür. Lap misal tamamlaya da bilərəm, A2-2-ni də tapa bilərəm. Çətin bir şey deyil. İkinci sətri ikinci sütuna vurub toplayacağım. Müsbət 1, müsbət 1, o da 2 elədi. 2. 2 ilə də nəyi toplayırıq? 2-ni 4. Deməli, bizim axtardığımız cavab belədir. 4 mənfi 4, mənfi 4, 4. Bax, bu olmalıdır cavabımız. Bütün elementlərin hamısını tapdıq. Düz tapmışıq. 63 nömrəli sual. Determinantını hesablayın deyir. S matrisi olaraq A matrisi üzərinə gəlinsin 2B matrisi. 2B matrisi odur ki, matris elementi vuranda onun bütün elementlərini vurarlar. Ona görə də 0, 2, mənfi 6 və 4. Belə bir matrisi toplayırıq. Matrisləri toplayanda uyğun elementlər toplanar. 0-dan 2, 2 eləyər. 0-dan mənfi 6, mənfi 6 eləyir. 3 və 2, 5 eləyir. 4 ilə də 4, 8 eləyir. Bu matrisin determinantı hesablanması tələb olunur. Matrisin determinantı nəyə bərabərdir? Baş diaqonal elementlərinin hasili çıxılsın yan diaqonal elementlərinin hasili. O da bizə verir 16, 30, 46. Cavabımız hazır. Bu yaxşı sualdır. Yalnız bir element istənilir sizdən. Baxın, bir element. S3, 2 elementi. O hansı elementdir?
hasil matrisinin 3 ikinci elementi. Yəni 3-cü sətrin ikinci sütuna hasilindən alınan elementlər. Sətir və sütun indekslərin nömrəsinə görə bunu artıq bilirsiniz. 1-i vururam 2-yə, 2 eləyir, üzərinə gəlirəm. 2-ni vururam 3-ə, 6 eləyir, 8. Bütün hasilin hamısını sizdən istəmir. Yalnız bir dənəsini istəyir, biz də onu tapdıq. K-nın hansı qiymətində matrisin tərsi var? Matrisin tərsinin olması üçün onun determinantı nə olmalıdır? Sıfırdan fərqli olmalıdır. Sıfırdan fərqli bir neçə cavab var deyə 3 ölçülü matrisin determinantını artıq hesablamağı bilirik. Baş diaqonal elementləri ona paralel olan köməkçi diaqonalla gedirik və üçbucaq qaydası ilə alırıq. 24 çıxılsın yan diaqonal elementləri -4k çıxaq 0 çıxaq 2 6 1 2 3 1 6 fərqlidir sıfırdan. Nə aldım burada? 6k 4k 10k eləyər. 24-dən də 6 çıxanda 18. 10k fərqlidir -18-dən, k da fərqlidir -1,8-dən. Bu da cavabımız. Sürətli şəkildə gedək ki, vaxtınız çox getməsin. Bayaqki sualdan da S2-3 elementini istəyir. İkinci sətrin 3-cü sütuna vurulmasından alınan element. İkinci sətir 3-cü sütun. Uyğun olaraq elementləri bir-birinə vurub toplasam 0, 3-ə 0, 1-i o da 0. 0, cavab 0. 67 nömrəli sual yenə analojidir. S3 1-i 3-cü sətir 1-ci sütun. 1-i -1-ə -1, üstə gələ 3 vur 4, 12, cavab oldu 11. 68 nömrəli sual biraz vaxt aparandı deyə bilərik, amma biz burada bir dənə fərqli element görsək onu ala bilərik. 2, 2 elementi, baxım görün burada fərqlidir. Hansı element fərqlidir burada? Məsələn, 0, 0, 0, 1. Birinci sətri tam tapsam mahiyyəti yoxdur, sütunu tam tapsam mahiyyəti yoxdur. Gəlin ikinci sütunu tamamilə tapım. İkinci sütunu tamamilə tapacam. Fərqli olana baxıram həmişə. X kvadrat nə deməkdir? Matrisin özünün özünə hasili deməkdir. 2, 1, 0, 1. Çıxaq. 3x nə deməkdir? Matrisin bütün elementlərini 3-ə vurub bu matrisdən çıxmaq deməkdir. Aldığımız hasil matrisindən çıxmaq deməkdir. 3-ə vurdum da 6, 3, 0, 3. Üstə gəl 4 nə deməkdir? Vahid matrisi, yəni baş diaqonal elementləri 1 olub yerdə qalan elementlər 0 olan bir matrisi 4-ə vurub üzərinə gəlmək deməkdir. Belə bir şeydir. İndi mən dedim ki, burada sütunu tapacam da, sətri yox, sütunu. Bu ikinci sütunu tamamilə tapmaq istəyirəm. Yəni burada məndə olacaq S1, 2 və S2, 2 elementləri. S1, 2-ni tapım. Birinci sətir, ikinci sütun. Birinci sətir, ikinci sütunu vurmalıyam. 2-ni 1-ə 2, 1-i 1-ə 1, 3 oldu. Sonra nə etməliydim? Analoji olaraq S2, 2-ni tapmaq istəyirdim. S2, 2-ni tapanda bu dəfə ikinci sətri ikinci sütuna vurub toplayıram. 0, 1, bu da 1 elədi. Sonra ardıcıl. Deməli, mənim aldığım hasil matrisində buradakı elementləri tapmamışam, amma ikinci sütunu tapmışam. 3 və 1-dir elementlərim. Nə etməliyəm? 3-dən 3 çıxmalıyam, 0 qalar. Üzərindən 0 gəlməliyəm, 0 eləyəcək. Deməli, cavabım da burada 0 yerləşməlidir. Sonra S2, 2-ni -1 tapmışam. -1-dən yenə nə edəcəm? 3-ü çıxacam, -4 eləyəcək. -4-ün də üstünə, nəsə düz getmədi. 4 gəlməliydim. 4 almamışam, 1 almışam. 1 almışam. Hə, 1-dir. 1-dən 3 çıxıram, -2 eləyir. -2-nin üstə 4 gəlirəm, 2 eləyir. Deməli, mənim sütunum 0,2 olur. 0,2. Bax, 0,2 nerede almışıq? 0,2. 0,2 variantda var. 0,2 burada da var. Burada da var. Amma 1-1 elementi eynidir. 1-1 elementi eynidir. Ona görə mən hətta burada gəlin belə eləyək. Gəlin mən bu sualı tamamilə sizin üçün tamamlayayım. S1-1'i də tapacağım. S2-1'i də tapacağım. Hər ikisini tapacağım. Tamamilə cavabın hamısını alacağım sizin üçün.
C1-1-i tapmaq üçün birinci sətri birinci sütuna vurarlar. Düzdür? Birinci sətri birinci sütuna vurarlar. 2-ni 2-yə 4, 1-i 0-a 0. Deməli 4-dür bu element. Və C2-1-i tapım. C2-1-i tapanda bu dəfə ikinci sətri birinci sütuna vurmalıyam. İkinci sətri birinci sütuna 0, o da 0, bu da 0 elədi. Sonra nə etməli idim? Birinci 4-dən 6 çıxırdım. Mənfi 2 eləyirdi. Mənfi 2-nin də üstünə 4 gələndə 2 eləyirdi. Deməli, burada məndə yerləşir 2. Sonra 0-dan 0 çıxmalıydım. 0 eləyir. 0-ın da üstünə 0 gəlməliydim. 0 eləyir. Deməli, cavabım belə oldu. 2, 0, 0, 2. Hər şey düz almışıq. Hər şey düz aldıq. Çox yaxşı. Eyni qaydaydı. Baxın, eyni bir şeydir. Matrisə vuracaqsınız öz-özünə. Hasil matrisini 3'ə vurmaq lazımdır. Sonra matrisini özünü 6'ya vurup çıxmaq lazımdır. 2'ni də dedik də 2, yəni vahid matrisi elementlərini, baş diaqonal elementlərini 2'yə vurup əlavə eləyəcəksiniz onun üzərinə. Sonra fərqli sual istəyirəm. Bu da fərqli deyil. Üzərində dayanmıram. Zaten həll etdim. Bayaq bütün hamısını göstərdim. 71 də bu qayda ilədir. 72 A kvadrat matrisin öz-özünə hasilidir. Öz-özünə vurulmasından çox misal izah etmişəm. 73 analojidir, izah etdim. A parametrin hansı qiymətində matrisin özünə hasili bu şəkildə olar. Gəlin burada bir variant yoxlayaq. Özünün özünə hasilinə baxıram. Özünün özünə hasili 3, 0, A, 2. Vuram 3, 0, A, 2'yə. Vuraq da birinci sətir birinci sütun 9 eləyir. Birinci sətir ikinci sütun 0, bu da 0, 0 eləyir. İkinci sətir birinci sütun 3A. Bura 3A, bu da 2A, 5A eləyir, 5A. Və ikinci sətir ikinci sütundakı 0, 4 eləyir. Belə bir matris aldıq, hasili matrisin elementləri bərabərləşdirək. 9 9-a bərabərdir, A-nı tapmağa kömək eləmədi. 0 0-a bərabərdir, bu da kömək eləmədi. 4 4-ə bərabərdir, bu da kömək eləmir. Yalnız 5A bərabərdir, 10 bərabərliyi vasitəsilə A-nı ala bilərik ki, A da 2-dir. Next. A parametrinin hansı qiymətinə matris üçün A kvadrat bərabər Y ödənilir. Burada biz bayaqları yuxarıda hardasa ilk 20-likdə belə bir sual var idi. Səhv eləmirəmsə 7 nömrəli test idi. Və biz burada belə bir variant dedik. Dedik ki, Y vahid matrisdir və vahid matrisdə baş diaqonalında 1 olub yerdə qalan elementləri 0 olan matrisdir. Yəni bir növ 1-dir. Nəyin kvadratı 1-ə bərabərdir? 1-in və ya mənfi 1-in. Və bu zaman matrisin özünü 1 qəbul edərək çıxış eləyə bilərik. Deyə bilərəm ki, bu elə bir matrisidir, vahid matrisidir. A Y-yə bərabərdir deyib misalı tamamlaya bilərəm. Və bunun üçün də nə etmək lazımdır? 2A üstə gələk 4-ə 0 deyib həll eləyə bilərəm. A buradan alınır mənfi 2. Və bu yanlış yanaşma deyil, düzgün yanaşmadır. Burada A kvadratını tapmasam olar. Matrisi matrisə vurmasam da olar. Yəni cavabım düzdür, cavabımda yanlışlıq yoxdur. 76 nömrəli sualda yalnız bir dənə C2 3 elementini istəyir. İkinci sətri üçüncü sütuna vururuq. O da elə 3 eləyir. A kubu, A matrisini 3 dəfə öz-özünə vurmaq. Bundan sual var idi, izah etmişdim. Yenə A kubu matrisi öz-özünə vurursunuz, sonra bir dənə də özünə vurursunuz. AN-i hesablayın, N cüt ədəddir. N cüt ədəddirsə gəlin 2 olan halında yoxlayaq. A kvadratını yoxlayaq. Yəni 2 mənfi 1, 3 mənfi 2-ni özünə vuraq. 2 mənfi 1, 3 mənfi 2-yə vuraq. Birinci sətir, birinci sütun 4 çıx 3 1 eləyər. Birinci sətir, ikinci sütun mənfi 2 müsbət 2 0 elədi. İkinci sətir, birinci sütun 6 çıxaq 6 0 elədi. İkinci sətir və ikinci sütun mənfi 3 müsbət 4 1 elədi. Deməli belə bir matris alıram. Cüt olan halda 1 0 0 1 matrisi alırıq ki, düz aldıq cavabı. 79. Matrisin determinantı 14-ə bərabər olması üçün x-i tapın. 3 ölçülü matrisdə hesablanma qaydasını artıq bilirik.
X-lardan asılı bir ifadə alıb 14-ə bərabər eləyəcəyik. 14-ə bərabər olan halda isə X-in qiymətini tapırıq. Maksimum xəttə asılı olmayan sütunların sayı yenə burada söhbət rankdan gedir. 3 ölçülü matrisdir. Determinantını hesablayırıq. Əgər determinantın qiyməti sıfırdan fərqli hər hansı bir ədədə bərabərdirsə, onda bu determinantın ölçüsü, yəni 3 ölçü, yenə təkrar edirəm, ölçü rangı ifadə edir. Və çox güman ki, burada bu determinant 0 eləyəcək. Çünki əgər cavabı 2 veriblərsə, deməli 3 ölçülü determinant 0-dır. Gəlin yoxlayaq. 5, 5, 3, 75 üstə gələk. 4, 2, 8, 32, 4, 60, neçə eləyir? 64 eləyir. 3, 7, 3, bu da eləyir 9, 63. Çıxılsın. Çıxıram buradan. Nəyi çıxıram? 8, 3, 3 çıxıram. Nə oldu? Baxın, 8, 3, 3. Pozandayam. 8, 3, 3 eləyir 72. Çıxılsın 7, 2, 3. 3'ü də bu deyəsən. Yox, 7, 2, 5'dir. 7, 2, 5. 7, 2, 5, 35 2'ye vuranda 70 eləyər. Bir dənə də çıxılsın. Sonra nə qaldı? 4, 2, 5. 4, 3, 5. 4, 3, 5. 12'ni 5, 60. Bərabər. Neçə eləyir bu? Neçə eləyir? Baxım. 75 ilə 72-dən 3 qalar. 63-dən 60 çıxsam, burada da 3 qalar. 64-dən də 70 çıxsam, mənfi 6 qalar. Sıfırdır da, sıfır. Deyirəm də. Determinant sıfır olduğuna görə 3 rangın qiyməti ola bilməz. Çünki 3 ölçülü determinant sıfır oldu. Və 2 ölçülü hər hansı bir matrisi götürsəz, onun determinantı sıfırdan fərqli olacaq. Baxın, məsələn, mən burada baxıram. 8 çıx 9 mənfi 1 eləyir. 2 ölçülü sıfırdan fərqli olduğuna görə bunun rangı 2-yə bərabərdir. Təliyin köklərini tapın. Diskriminant yox, determinant hesablayırıq. Determinant hesablayaq. 3 ölçülü determinantı da hesablayaq. 2x kvadratı üstə gələk. x1 9x üstə gələk. 4, 3, 1, 12 çıxılsın. İndi çıxırıq. 9, 1, 2, 18 çıxaq. 3, 1x kvadratı 3x kvadratı və nəhayət çıxaq 4x bərabərdir. Mənfi x kvadratı. 9-dan 4 çıxsam 5x. 12-dən də 8, 6 bərabər 0. Çox güman ki, V-yə görə bunun kökləri nə olmalıdır? Köklərin cəmini istəyir. Köklərinin cəmi əks işarə ilə B bölünsün A-dır. Yəni, mənfi 5 böl mənfi 1, o da müsbət 5 eləyir. Bəli, müsbət 5. K parametrinin hansı qiymətində xəttə asılı olmayan sətirlərin sayı 3-dür. Yəni, demək istəyir ki, rangı 3-dür. Yəni, demək istəyir ki, bunun determinantı sıfırdan fərqlidir. Yəni, bu determinant sıfırdan fərqlidir. Bunu həll etmək lazım. Yenə də determinant, yenə də 3 ölçülü determinant, yenə də baş diaqonal mənfi K. Çıxaq 6, üstə gələk 0. Çıxılsın. Mənfi 8 eləyir, müsbət 8, çıx 0, çıx 0, fərqli 0. Belə bir şey alırıq. Mən bunu əvvəlki videolarda kifayət qədər sadə, aramla, tək-tək izah etdiyim hissələri var. Ona görə burada o qədər də vaxt itirmək istəmirəm. Birbaşa həll eləyirəm. Burada nə qaldı? 8 plus K plus 2 fərqlidir. 0-dan K da fərqlidir. 2-ni bir tərəfə keçirsək, olar mənfi 2, mənfiyə də bölsək müsbət 2. K fərqlidir 2-dən. Aldıq nəhayət bunu. Çox sualınız qalmayıb. 90-a yaxın sualınız olmalıdır. Bu təkrardır. Demək olar ki, təkrardır, ya təkrar deyil. Orada 1 idi, burada 2-dir. A kvadratı 4y-yə bərabərdir. A kvadratı matrisinin özünün özünə hasilidir. 2, 0, 2k plus 1, 2-ni özünü özünə vursam, nə alaram? Baxım da öz-özünə vursam. Birinci sətir, birinci sütun 4 olar burada. Birinci sətir, ikinci sütun, o da 0, o da 0, bura 0 olar. İndi keçdim o birisinə. İkinci sətir, birinci sütun. 2k plus 1-i 2-yə vursam 4k. Aşağıda yazım, sonra köçürərəm.
4K plus 2 eləyər. Sonra 2-ni 2K plus 1'ə vursam yenə də 4K plus 1 eləyər. Deməli, bura eləyir 8K plus 4. Və ikinci sətri ikinci üstünə vursam, bura 0 eləyər, burada 4 eləyər. Baxın, belə bir hasil aldım A kvadratından. Və deyilir ki, 4 Y-yə bərabərdir. Y vahid matrisdir. 4'ə vuranda da onun bütün elementlərini 4'ə vurarlar. Vahid matris baş diagonal elementləri vahid olan matrisə deyilir. Nə uyğunluq var? Bu 3 dənə element bərabərdir. Deməli, qalır bir dənə axırıncısı ki, bu bərabərlik olsun. 8K plus 4 sıfırdırsa K onda olar. Mənfi 2'də 1. Yəni 0,5. Çox güman ki, cavab elə verilib. Bəli, mənfi 0,5. K parametrinin hansı qiymətdə matrisin tərsi var? Matrisin tərsi olması üçün nə olmalıdır? Determinantı 0'dan fərqli olmalıdır ki, onun tərsi olsun. Və determinant 18 çıxaq 4K üstə gələk 0 çıxılsın. Yan diagonal elementlər 0 çıxılsın 0 çıxılsın 14K bərabər 0. Nə aldıq? 18 çıxılsın 18K bərabər 0. Bərabər deyəndə əslində fərqli axtarırıq. Biz fərqli 0. Onda K fərqlidir nədən? 1'dən. K fərqlidir 1'dən. Bəli, tamamilə doğru. Axırlara çatdıq. Demək olar ki, bütün misal məsələ hamısına baxdıq. İndi qalır burada sizin bir neçə təklifiniz hansı düzdür, hansı səhvdir. Bunun bir dənəsindən əslində 4 dənə test var. Məsələn, birini bilsəz, əslində 4 dənə test bilmiş olarsınız. Təkliflərdən hansı doğru deyil deyilir? Doğru deyil. Doğruların aydındır xassəyə və ya teoremə əsasəndə, amma doğru olmayanları biz deyə bilərik ki, niyə doğru deyil? A matrisinin ölçüsü mn olarsa, onda rank mn-dən kiçik olacaq təbii ki. Məsələn, 3/4 ölçülü matrisdirsə, onun rangı 5 ola bilməz ki. 3 və 4 ədədlərinin ən kiçiyi nədirsə, ondan da kiçik olacaq. Yəni 3'dən də kiçik olacaq. Bu anlama gəlir. Düzdür. N tərtibli A kvadrat matrisi üçün rank A-N-ə bərabərliyi yalnız o zaman olar ki, A matrisinin determinantı 0'dan fərqli olsun. Təbii ki, buna aid bayaqdan nə qədər suala baxmışıq. Rank A1'ə bərabər yalnız və yalnız o zaman doğrudur ki, A-nın bütün elementləri 0'a bərabər olsun. Bu düzgün deyil. Transponeri etdikdə determinant dəyişir. Xeyr, dəyişmir. Transponeri etmək matrisin sətr sütunları yerini dəyişmək deməkdir. Bu zamanda heç nə dəyişməyəcək. Yəni, vurğuların yerini dəyişəndə hasil dəyişmirsə, transponeri edəndə determinant niyə dəyişsin ki? 3 və 4 yanlışdır. Kvadrat matrisinin determinantı ixtiyari sətrin elementlərinin onların cəbri tamamlayıcıları ilə hasilləri cəminə bərabərdir. Kvadrat matrisinin determinantı ixtiyari sətrin elementlərinin onların cəbri tamamlayıcıları ilə hasilləri cəminə bərabərdir. Hədə bu düzdür. Bu zaten böyük ölçülü determinantları hesablamaq üçün bundan istifadə edirik. 3 ilə 4 dedik ki, yanlışdır və eyni şeydir burada. Burada doğruları soruşur. Yox, neçəsi doğru deyil deyir. 3 ilə 4 doğru deyilsə, deməli 2 dənəsi doğru deyil. Eyni şeyin tərsi, bu zaman doğruları axtarırsınızsa, neçəsi doğrudursa 3 dənəsi doğrudur. Hansılar doğrudur deyə sual verilirsə, 1, 2, 5 doğrudur. 4 sualın hamısını sizlə izah etdik. N tərtibli determinant üçün doğru olmayan bərabərliyi göstərin. Doğru olmayan bərabərlik. Determinantı hesablayanda elementi vurmaq lazımdır. İkincidə element vurulmayıb. Baxın, burada A elementləri yoxdur deyə. Bu yanlışdır. Bu birisi variantlar isə hər hansı sətr götürüb, üstünü götürüb, bütün elementləri götürüb. Digərləri doğrudur. Matrisin xəttə asılı olmayan sütunların maksimum sayı yenə də rank soruşulur. Yenə də burada determinantı hesablayırsınız. Determinantın qiyməti burada çox güman ki 0'dan fərqlidir. Ona görə də bu determinantın ölçüsü, yəni 3 ölçülü matris olduğuna görə rank 3'dür. Matris və determinantlar mövzumuz tamamlandı.